Mənzərə Qobustan rayonudur. Paytaxtdan cəmi bir neçə 10 kilometr aralıda yerləşən bu rayonda sakinlər sanki 21-ci əsrdə deyil, orta əsrlərin dözülməz şəraitində yaşamağa məhkum ediliblər. Rayonun xüsusilə 2-ci masiv adlanan ərazisində vəziyyət artıq kritik həddə çatıb. Bərbad keçilməz yollar, hər addım başı alıb gedən antisanitariya və yığılıb qalan zibilliklər sakinlərin gündəlik həyatını cəhənnəmə çevirib. İllərdir təmir üzü görməyən bu yollarda nəinki avtomobillər, hətta piyadalar belə hərəkət etməkdə acizdir. Yağış yağanda palçıq gölünə, quraqlıqda isə toz dumanına qərq olan bu ərazidə sakinlər artıq dözümlərinin son həddindədir. Hətta yerli əhali arasında artıq belə bir acı zarafat, söz-söhbət gəzir ki, Qobustanın bu massivi rəsmi xəritələrdə unudulub və aidiyyatı qurumlar üçün belə bir ərazi ümumiyyətlə mövcud deyil. Əziz Qobustan sakinləri, mən Qobustan qəsəbəsində doğulmuşam. Bir gün eşitdim ki, 2-ci massivdə hüzür var. Ora gəlmişəm. Çox təəssüflər olsun ki, yol tapıb gedə bilmirəm. Elə bir ki, əvvəlki Qobustan deyil. 80-cı illərdə burada yol vardı. Bərbad vəziyyətdədir. Mən soruşuram ki, 2-ci massivə nə cür getmək olar? Uşaqlar deyirlər ki, 2-ci massiv artıq mövcud deyil. Mən də buna biganə qala bilmirəm. Mən 54-cü ildə Qobustan qəsəbəsində dünyaya göz açmışam. Gözəl, şöhrəti dünyaya yayılmış Qobustan qəsəbəsi görün nə qədər bərbad vəziyyətdədir. Mən yol tapıb gedə bilmirəm. Nətər ola bilər, nətər mövcud deyil. Burada 44 günlük müharibədə cavan uşaqlar döyüşə getdi. Orduda xidmət edirlər. Nətər ola bilər ki, 2-ci massiv mövcud deyil. Aidiyyatı qurumlara mən üz tuturam, xahiş edirəm. Çox bərbad vəziyyətdədir. Bura bizim vətənimizdir. Qobustan UNESCO düşmüş, dünyada məşhur olan bir qəsəbədir, muzeydir. Qardaşlar, mən xahiş edirəm, bu işə biganə qalmaq olmaz. Bura xəstəlikdir, antisanitariyadır. Ne için buna göz yumurlar? Bunu görmürlər. Bunlar nə vəziyyətdədir? Belə bir şey olar mı? İndi mən bir tər yol tapıb gedəcəm. Ancaq Qobustan var, 2-ci massiv var, mövcuddur. Nətər bizim burada Sovet qəhrəmanlarımız olub, milli qəhrəmanlarımız var. Qobustan bəgəriyyətdən çıxıb, bu nə mənzərədir, bu nə vəziyyətdir? Belə olmaz qardaşlar. Mən belə cənab prezidentimiz 30 illik münaqişəni 44 günə həll etdi. 44 günə həll etdi 30 illik münaqişəni. Bu qəsəbə ne için bu vəziyyətə düşür? 80-cı ildə asfalt çəkilən qəsəbədir, bərbad vəziyyətdədir. Mən xahiş edirəm aidiyyatı qurumlardan bura bir əncam çəksinlər. Cəmaat artıq məcburdur yuxarı stansiyalara müraciət etsin. Cənab prezidentin öz işi var, öz gücü var, xarici daxili siyasətləri var. Hər işə cənab prezident baş qoşacaq. Elə bir şey olmaz qardaşlar. Mehriban xanım, cənab prezident işləri var. Balaca bir qəsəbənin öhdəsindən yana gələ bilmirlər. Belə bir bərbad vəziyyətə düşür. Bizim xalqımız gözəl xalqdır. Sahil qəsəbəsi, Qobustan qəsəbəsi, başqa digər qəsəbələr gözəl qəsəbədir, gözəl rayondur. Xahiş edirəm aidiyyatı qurumlardan. Mən bu işə biganə qala bilmirəm. Təşəkkür edirəm, sağ olun. Bəli, vətəndaşın bu qəzəbi və gileyi tamamilə haqlıdır. Ölkədə regionların inkişafı üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılsa da, Qobustan rayonunun icra strukturlarının yaratması fəaliyyəti vətəndaşların müraciətlərinə qarşı göstərdiyi kör və kar münasibət problemi bu həddə çatdırıb. Hər tərəf zibillik, antisanitariya mənbəyidir. Küçələrdəki üfunətdən nəfəs almaq olmur. Uşaqlar infeksiya təhlükəsi ilə üz-üzədir. Sakinlər aidiyyatı qurumlara dəfələrlə rəsmi müraciətlər etdiklərini desələr də hər dəfə baxacaq, edəcək kimi quru vədlərdən başqa bir cavab almayıblar. Görəsən Qobustan rayon icra hakimiyyəti bu massivin yollarını tamamilə itib batandan sonra, yoxsa burada ciddi bir epidemiya yayılandan sonra mı hərəkətə keçəcək? Sualın cavabı isə hələ də əziyyət çəkən və çarəsiz qalan Qobustan sakinlərini maraqlandırır və səbirsizliklə cavab gözləyirlər. İddialarla bağlı bütün maraqlı tərəfləri mövqeyini işıqlandırmağa hazırıq.